Bir tərəfi Alman intizamına, digər tərəfi Rus sərtliyinə toxunan, Avropanın ortasında yerləşən, lakin ruhu həm şərqə, həm də qərbə açıq bir ölkə. Qarışıq tarixi, zəngin mədəniyyəti və coğrafi müxtəlifliyi ilə sanki tək bir ölkədə bir neçə fərqli dünyanı yaşamaq mümkündür. Meşələri ilə nəfəs alan, bizonları ilə fəxr edən, tarixi ilə dərindən düşündürən Polşa sizi həm düşündürəcək, həm də valeh edəcək. Hazırsınızsa, gəlin bu qəribə cazibəyə sahib ölkəyə birlikdə səyahət edək. Polşa 312 min kvadrat kilometr ərazisi ilə digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər böyük sayılan bir dövlətdir. Ölkənin şərqindəki şəhərlərin qərbdəkilərdən, şimaldakı şəhərlərin isə cənubdakılardan fərqli olması diqqət çəkir. Yəni atmosfer, memarlıq və şəhərsalma baxımından şəhərlər bir-birinə bənzəmir və bir çox cəhətdən bir-birindən seçilir. Bu fərqliliyin əsas səbəbi isə Polşanın qarışıq tarixi və həm şərq, həm də qərb mədəniyyətindən təsirlənməsidir. Əhalinin 35% Amerika, Kanada və Almaniya başda olmaqla Polşadan kənarda yaşayır. Coğrafi baxımdan ölkənin 35%-ə yaxın hissəsini meşələr təşkil edir və torpaqlarının 50%-i kənd təsərrüfatına ayrılıb. Polşada torpaqların yalnız 15%-i tikinti və şəhərsalma üçün istifadə olunur. Ölkədə minlərlə irili xırdalı göl, 23 milli park mövcuddur. Bundan əlavə, Polşa dünya ortalamasından 2 dəfə çox kömür ehtiyatına sahibdir. Avropadakı ən nadir iri heyvan növlərindən biri olan Avropa bizonu da məhz Polşada qorunur. Tam 150 min hektarlıq Białowieża meşəsində yüzlərlə bizon yaşayır. Keçmişdə bu ərazilərdə yaşayan tayfalar Polşa dövlətinin əsasını qoymuşdular. 14-cü əsrdən 17-ci əsrə qədər Avropada güclü bir dövlət kimi mövcud olub. Rəqib dövlətlər onu tarix səhnəsindən silməyə çalışsalar da, Polşa hər dəfə yenidən ayağa qalxmağı bacarıb. Lakin 1800-cü illərə gəldikdə Prusiya, Rusiya və Avstriya Polşanı bölüb torpaqlarını öz aralarında paylaşdırdılar. Bu hadisədən sonra ölkədə ciddi tənəzzül başladı. Uzun illər ərzində cəmi bir ovuc torpağa sahib olan Polşa saysız hesabsız işğal və mühasirələrə məruz qaldı. 1918-ci ildə Versal müqaviləsi ilə müstəqilliyini qazansa da, Polşa bir müddət sabitliyə qovuşa bilmədi. Xüsusilə 2-ci Dünya müharibəsi zamanı almanlar ölkəni tamamilə viran qoydu. Dəqiq rəqəmlər bilinməsə də sənədlərdə göstərilən məlumatlara əsasən 1,5 milyon polyak Alman tərəfindən məhv edilib. Onların yarıdan çoxu yəhudi mənşəli idi. Həmin dövrdən sonra Polşa Amerika kimi ölkələrin dəstəyi ilə respublika rejiminə keçərək yeni bir mərhələyə qədəm qoydu və bugün tam müstəqil, dünyanın ən sakit ölkələrindən biri hesab olunur. Polşalılar təhsilə olduqca böyük önəm verirlər. Elə buna görədir ki, əhalinin 90%-i azı 2 dil bilir. Dindar bir ölkə olan Polşada əhalinin 80%-i müntəzəm şəkildə kilsəyə gedir. Bu da onu göstərir ki, Polşada keyfiyyətli və dərin köklərə sahib bir təhsil sistemi mövcuddur. Bu səbəbdən həm yerli əhali, həm də xarici tələbələr ali təhsil üçün Polşanı seçirlər. Elmi baxımdan da Polşa önəmli işlərə imza atmış bir ölkədir. Polşadan çıxmış 17 nəfər Nobel mükafatı laureatı var. Əgər Polşaya səyahət məqsədi ilə gedəcəksinizsə, UNESCO-nun dünya irsi siyahısında yer alan qədim Krakov şəhəri, dünyanın ən qədim duz mədənlərindən olan Vjeliçka duz mədənləri, səhraya bənzəyən sonsuz sahəli Slovinski Milli Park, 2-ci Dünya müharibəsinin ən acı xatirələrini daşıyan Auschwitz düşərgəsi, Avropanın ən toxunulmamış təbiət sahələrindən olan Tatra dağları və Vavel, Malbork kimi qalaları mütləq ziyarət etməlisiniz. Ora getsəniz, Polşalıların PV-yə olan sevgisinin də şahidi olacaqsınız. Polşa Avropanın 3-cü ən böyük içki istehsalçısıdır. Hətta içində yaşıl otlar və ya qızıl hissəcikləri olan araq da istehsal edirlər. Yəni spirtli içki istehsalında özlərini aşdıqlarını söyləmək olar. Doğumda, toyda, yasda belə saf araq içirlər. Buna görə də xüsusilə böyük şəhərlərdə spirtli içki alüdəçilərinin yaratdığı narahatlıqla qarşılaşa bilərsiniz. Dövlət bu insanlara pulsuz sığınacaq və reabilitasiya mərkəzləri təqdim etsə də, onlar küçədə qalmağı üstün tuturlar. Lakin Polşa polisi daim ayıq-sayıqdır və küçələrdə ixtişaş törətməyə meyilli şəxslərə qarşı olduqca sərt tədbirlər görür. Polşanın xəritədəki yerini bilmək istəsəz, Orta Avropada yerləşir. Qərbdə Almaniya, cənubda Slovakiya, şərqdə Belarus, şimalda isə Baltik dənizi ilə həmsərhəddir. Polşaya qışda getməyinizi çox tövsiyə etmərəm. Bəli, Avropa memarlığını qar altında görmək təsirli və gözəldir, lakin digər Avropa ölkələri kimi Polşada da
həyat qışda bir qədər dayanır. Orada həyat əsasən may-oktyabr ayları arasında canlanır. Polşalılar nə qədər intizamlı və çalışqan olsalar da, əyləncəyə də bir o qədər düşündülər. Cümə və şənbə günləri pub və klublar demək olar ki, dolu olur. Polşa mədəniyyətindən biraz daha ətraflı bəhs etmək istəyirəm, çünki bu ölkə bizim insanlarımız tərəfindən kifayət qədər maraqla qarşılanır. Əvvəldə də qeyd etdiyim kimi Polşa Avropada yerləşir, amma onu da qeyd etmək lazımdır ki, digər Avropa ölkələri ilə müqayisədə daha sərfəli bir ölkədir. Yəni İtaliya, Almaniya, Fransa kimi od qiymətinə deyil. Ölkədə həm şəhərdaxili, həm də şəhərlər arası nəqliyyat sistemlərindən istifadə etdikdə nəqliyyatın nə qədər keyfiyyətli və iqtisadi olduğunu rahatlıqla hiss edə biləcəksiniz. Bundan əlavə Polşada çoxlu sayda xarici dil məktəbi var və bu səbəbdən fərqli etnik mənşəyə sahib minlərlə tələbə təhsil almaq üçün bu ölkəyə üz tutur. Polşalılar bu insanlara qarşı neqativ yanaşmadıqları kimi ölkələrini və mədəniyyətlərini tanıtmağa da sevirlər. Onsuz da dil məktəbləri sayəsində ölkə iqtisadi baxımdan zənginləşir və gəlir əldə edir. Rəsmi dil hər nə qədər polyak dili olsa da, gənclər arasında ingilis dili tədrisi geniş yayılıb, ancaq 40 yaşdan yuxarı əhalinin əksəriyyəti ingilis dilini bilmir. Polşalılarla danışarkən onlara sən deyə müraciət etməməlisiniz. Polyakça bir qədər rəsmi üsluba malik dildir və insanlar ünsiyyətdə müraciət formasına çox diqqət edirlər. Polşa 2-ci Dünya müharibəsi və digər işğallar nəticəsində tarix boyu böyük sarsıntılar yaşayıb. Bu da təbii ki, ölkənin iqtisadiyyatına birbaşa təsir göstərib. 2004-cü ildə Avropa İttifaqına üzv oldular və bu sayədə Avropa ölkələrindən xeyli investisiya cəlb etdilər. Bu baxımdan Avropa İttifaqından ən çox fayda görən ölkələrdən biri Polşadır. Gəmi qayırma, tekstil, kimya, metal sənayesi, təyyarə və maşın qayırma sahələri ölkənin əsas sənaye sahələrini təşkil edir. Almaniya ilə birlikdə Avropanın ən böyük kömür istehsalçısıdır. Bu səbəbdən mədənçilik və mədən sənayesi ölkədə yüksək səviyyədə inkişaf edib. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.